Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri vahlul uqdatan min lisani yafqahu qavli. Salam, hər vaxtınız xeyir olsun, hörmətli xanımlar. Yenidən sizinlə xanımlara xas olan şəri hökmlər barəsində dərsimizdə görüşürük və adından izah verdiyimiz kimi, bildiyiniz kimi, həmçinin məsələlər xanımlara aid olan şəri məsələlər barəsindədir və xatırlasaz əgər dərsimizdə xanımlardan xaric olan 3 növ qan barəsində idi və keçən dərsimizdə adət günləri münəzzəm olmayan xanımlar haqqındaydı, yəni öz adət günlərini müəyyən edə bilməyən xanımlar barəsində idi və xatırlatmaq üçün deyək ki, bu xanımlar 3 dəstəyə ayrılırdılar: mübtədiyyə, müstəribə və nasiyə. Əgər yadınızdadırsa, biz nasiyə xanımlar barəsində danışırdıq, amma zaman bitdiyinə görə nasiyə heyzinin sonunu müəyyənləşdirmək barəsində olan səhvəmizdə qaldıq və açıqlamasını verə bilmədik. Bugün isə inşallah bu sonuncu məsələni Nasiyə xanım barəsində bitirəcək. Nasiyə heyzinin sonunu necə müəyyən edək? Heyzin sonunu müəyyən etməkdən ötürü gördüyünüz kimi aşağıda 2 bənd qarşıya gəlir. Birinci bənddə əgər 3 gündən az olmayıb və 10 günü keçməyibsə, gördüyü qanın hamısı heyzdir. Bildiyiniz kimi xatırlatmışdıq sizə ki, heyzin bütün qismlərində demək olar ki, xanımın gördüyü qan 3 gündən az və 10 gündən çox deyilsə, rahatlıqla bunun hamısını heyz hesab etməli və 10 gündə bitdikdə 10-cu günü öz heyzinin sonu hesab etməlidir. İstər mübtədiyyə, istər müstəribə, həmçinin də nasiyə gördüyünüz kimi səhvədə vurğulanmışdır. İkinci bənddə isə əgər 10 günü keçərsə, bu halda yenə də demək istəyərdim ki, haiz xanımın bütün qismlərində müxtəlif məsələlər xanımın gördüyü qanın 10 günü keçməsindən sonra başlayır. Yəni, müxtəliflik və müxtəlif məsələləri bilmək və ya qarşıya çıxan bütün məsələlər xanımın gördüyü qanın 10 gündən çox olduğu zaman baş verir. Və Nasiyə xanım da həmçinin ikinci bənddə gördüyünüz kimi 10 gündən çox qan görübsə, bu halda nə etməlidir? Növbəti səhifədə A bəndində əgər gördüyü qanda heyzin əlamətləri varsa, bu halda birinci, heyzin əlamətləri olan müddət 10 gündən çox çəkməzsə, gördüyü qanın hamısı heyzdir. Bu ki aydındır. İkinci, heyzin əlamətləri olan müddət 10 gündən çox olarsa, 10 günə qədər heyz, qalanı isə istihazə hesablanmalıdır. Yəni, baxın, burada söhbət adəti olmayan, yəni adət üzrə heyz görməyən xanımlardan söhbət gedir və bu xanımlardan biri olan Nasiyədən və Nasiyə xanım 10 gündən çox qan görmüşdür. Bu halda 10 günü heyz, qalanını isə istihazə götürməlidir. B bəndində isə əgər 10 gündən çox görübsə qan, əgər gördüyü qanda heyzin sifətləri yoxdursa, ehtiyat vacibə əsasən gərək birinci 7 günü heyz, qalanı isə istihazə götürməlidir. Baxın, dedik ki, Nasiyə xanım gördüyü qan 10 gün çəkərsə, hamısı heyzdir.
Amma 10 gündən çox çəkərsə, burada 2 hal qarşıya çıxır. Birincisi, heyzin sifətləri varsa, yəni 10 günü keçmiş və özündə heyzin sifətlərini də cəm etmişdir. Bu halda 10 günün hamısını heyz, qalanlarını isə istihazə götürməlidir. Amma 10 günü keçmişdir, lakin heyzin sifətlərini bütün günlərdə özündə cəm etməmişdir və yaxud da ki, heyzin sifətləri yoxdur. Belə olan halda ilk gündən başlayaraq 7 günü özünə heyz, qalanlarını isə istihazə hesab etməlidir. Nə üçün? Çünki heyzin sifətləri yoxdur. Bəli, gördüyünüz kimi, səhvədə məlum olduğu kimi, adət üzrə heyz qanı görməyən xanımların dərsini bitirdik və inşallah qarşıda gördüyünüz səhvədə məlum olur ki, artıq mövzumuz yenidir. Haizə xanımların başqa bir dəstəsinə aid olan adəti olan xanımlardan söhbət açacağıq və adəti olan, yəni adət üzrə heyz qanı görən xanımlar da 3 dəstəyə ayrılır. Birincisi ədədiyyə, ikinci vəqtiyyə, üçüncü isə vəqtiyyə və ədədiyyədir. Artıq məlumdur sizə, çünki burada göstərildiyi kimi buyurulur ki, öz ədədini müəyyənləşdirmişdir. Hər ay neçə gün heyz qanı görəcəyini müəyyən etmişdir. Amma ayın hansı günlərində bu qanı görməyi onun üçün müəyyən olunmamışdır. Misal üçün, bir xanım hər ay 5 gün heyz olacağını bilir və bunu öz üçün yəqinə çatdırmışdır. Amma ayın hansı günlərində olacağı bu əlli deyil. Belə xanımlara ədədiyyə deyilir. Vəqtiyyə, adətinin vaxtı hər ayda məlum olan, lakin sayı müxtəlif olan qadına deyilir. Birinci bəndin əksinə olaraq, yəni birinci qismin əksinə olaraq, vəqtiyyə xanım hər ay hansı gündə heyz olacağını bilir. Lakin nə zamana qədər olacağını, yəni hansı müddətə qədər görəcəyini müəyyən etməmişdir. Misal üçün, bir xanım hər ayın 25-də qan görəcəyini bilir və bunu özündə yəqinə çatdırmışdır. Amma neçə gün davam edəcəyini bilmir. 30-u bitəcəkmi, 29-u bitəcəkmi, 31-i ya yeni ayın 1-i bitəcəyini bilmir. Belə xanımlara vəqtiyyə deyilir. Vəqtiyyə və ədədiyyə olan xanımlar isə adətinin vaxtı və sayı hər ayda eyni olan qadına deyilir. Yəni bir xanım hər ayın hansı günü və nə zamana qədər heyz qanı görəcəyini bilir. Misal üçün, bir misal deyək, bir xanım hər ayın 10-undan 17-sinə qədər qan görür. Yəni, onun vaxtı 17-sinə qədər olan gün isə onun ədədidir. Belə olan xanımlara heyz barəsində həm vəqtiyyə, həm də ədədiyyə deyilir. Bunları yadımızda yaxşı saxladıqdan sonra qarşıda gələn səhifələrdə bunların hər birinə aid olan məsələləri izah edəcəyik. Baxın, ilk olaraq vəqtiyyə və ədədiyyə aylıq adəti olan qadının heyz müddətini aydınlaşdırırıq. Görək, vəqtiyyə və ədədiyyə adəti olan xanımlar öz heyzlərinin əvvəlini və sonlarını necə müəyyən edirlər? Birinci bənddə gördüyünüz kimi adət vaxtından qan görərsə, adət günlərinin sayı qədər olmasa da, məsələn, adəti 7 gündür, amma 5 gün qan görərsə, gördüyü qan hətta heyzin sifətlərinə malik olmasa belə, heyz hökmündədir. Deyə bilərsiniz ki, axı biz dedik, həm vaxtı, həm də ədədi müəyyən olmuşdur.
Burada isə deyirik ki, məsələn, adəti 7 gündür, amma 5 gün olmuşdur. Bu məsələlər Ədədiyyə və Vəqdiyyə xanım üçün də qarşıya gəlir. Yəni, ola bilər bir ay fərqli görsün. Belə olan halda xanım nə etməlidir? Birinci bənddə gördüyünüz kimi vurğuluyur ki, əgər gördüyü qan öz vaxtındadırsa, yəni, misal üçün, bayaq dediyimiz kimi, hər ay onu görürdü, onundan 17-sinə qədər qan görürdü. Düzdür? Onu görmüşdür, lakin 15-i bitmişdir. Belə olan halda, çünki vaxtında görmüşdür, ona görə də 5 gün olmayına baxmayaraq, gördüyü qanların hamısını heyz hesab etməlidir. İkinci nöqtə odur ki, bu bənddə hətta heyzin sifətlərini özündə cəm etməsə belə, yəni, xanım onundan 17-sinə qədər qan görürdü, amma bu ay 15-nə qədər qan görüb. Yenə də heyz hesab olunur, çünki vaxtındadır. Həmişə gördüyü qanda heyzin sifətləri olurdu, amma bu dəfə heyzin sifətləri yoxdur. Bu halda yenə də onun heyzi hesablanır. Nə üçün? Çünki vaxtında heyz qanı görmüşdür. Vaxt yadımızda saxlamalıyıq ki, ədədiyyə, vəqdiyyə adətində, ümumiyyətlə heyz məsələlərində vəqdiyyə adəti daha mühüm rol oynayır. Yəni, birincilik həmişə vəqdiyyə adəti ilədir. Çünki öz zamanında olmuşdur, müddəti eyni olmasa belə, heyz qanını özündə cəm etməsə belə, yenə də heyz hesab olunur. İkinci bənddə öz həmişəki vaxtından 1-2 gün tez yaxud gec qan görsə, ilk gündən heyz saymalıdır. Biz dedik ki, vəqdiyyə və ədədiyyə olan xanım hər ayın eyni günündə heyz olmalıdır. Ola bilər ki, bəzən 2 gün gec, 2 gün sonra heyz olsun. Beləliklə ki, məsələn, desinlər ki, heyzini gecikdirdi və ya tezləşdirdi. Yəni, tez qan görüb heyz qanı və ya gec qan görüb. Bu halda heç bir işğalı yoxdur. İlk günlərdən, ilk qan gördüyü günlərdən heyzinin başlanğıcını hesab etməlidir. Yəni, deməməlidir, mən niyə onu görürdüm, indi 9-u və ya 8-i gördüm və yaxud da ki, 12-si gördüm. 2 gün gec və ya tez olmasının heç bir müşkülü yoxdur və heyzinin başlanğıcı hesab etməlidir. Bəli, səhifədə gördüyünüz kimi vəqdiyyə və ədədiyyə olan qadının heyz müddətini müəyyənləşdiririk. Mövzumuz budur. Hal-hazırda 3-cü bənddə isə adətinin bütün günləri və ondan başqa günlərdə qan görərsə. Yəni, bu xanım ədədiyyə və vəqdiyyədir. Amma bu ayda adətinin günlərini qan görmüşdür. Amma ondan başqa günləri də qan görüb. Bu halda nə etməlidir? A bəndində gördüyünüz kimi günlər bütünlüklə 10 günü ötməzsə gördüyü qanın hamısı heyzdir. Yəni, istər öncədən olsun, istər sonradan heyzinin başlanğıcı müəyyən olmuşdur. Amma sonunu müəyyən etməkdən ötürü gördüyü qanların hamısı 10 gün təşkil edərsə, hamısı heyz hesab olunmalıdır. Çünki 10 gündən keçməmişdir. B bəndində əgər 10 günü ötərsə, yalnız adət günlərini heyz götürməli, ondan başqa günləri istihazə götürməlidir. Baxın, bayaq dərsdə dediyimiz kimi, bütün məsələlər, yəni çoxluq təşkil edən məsələlər 10 gündən aşdıqdan sonra ortaya çıxır. Vəqdiyyə və ədədiyyə adətinin sonunu müəyyən etmək üçün də elə, əgər öncədən görmüşsə, sonradan görmüşsə, ortada öz vaxtına düşürsə, bunların hamısı birlikdə 10 gün təşkil edirsə, çünki öz vaxtının ətrafındadır, hamısı heyz hesab olunur. Çünki 10 gündən keçməmişdir. Amma 10 günü keçərsə, 10 günü keçdiyinə görə yalnız öz vaxtı və ədədində olan günlər heyz, qalanları isə istihazədir.
Bəli, bayaq dediyimiz misalları burada bu nümunə şəklində sizə göstərir ki, daha gözəl şəkildə başa düşək. Baxın, misal üçün hər ay xanım 3-dən 7-sinə qədər heyz görürdü. 3-ü onun vaxtı, 7-si isə ədədidir. Düzdür? Amma bu ayda 1-dən 7-sinə qədər qan görmüşdür. Çünki 2 gün öncədəndir, heç bir müşkülü yoxdur və sonunu müəyyən etməkdən ötürü də çünki 10 günü keçməmişdir, ona görə 1-dən 7-sinə qədər gördüyü qanın hamısı heyzdir. İkinci bənddə adət günləri və ondan sonra gördüyü qan. Baxın, 3-də başlayıb, 3-ü vaxtıdır. Düzdür, 7-si də onun ədədidir. Yəni, həmişə 3-də başlayıb, 7-sində bitirdi. Amma bugün, bu ayda, misal üçün, 9-una qədər davam etmişdir. 3-dən 9-una qədər olan zaman 10 günü keçmədiyinə görə gördüyü günlərin hamısını heyz hesab edir. Amma 3-cü bənddə adətindən öncə, adət günlərində və adətdən sonraki günlərdə qan görərsə, çünki 10 günü keçmişdir, yəni 11-ci günə qədər hətta qan görmüşdür, yalnız öz adətində olan günləri heyz götürməlidir. Misal üçün, bu xanımın adəti 4-dən 8-inə qədər, 4-dən və ya 7-sinə qədər idi. Gördüyünüz kimi, xanım 3 gün öncədən qan görmüşdür və 4 gündə sonradan qan görmüşdür. Cəm etdikdə 10 gündən çox olduğuna görə yalnız öz adətini heyz götürməli, qalanlarını isə istihazə. Gördüyünüz kimi 4-dən 7-sinə qədər xanımın bənddəki gördüyünüz kimi misalda vurulub ki, 4-dən 7-sinə qədər heyzin adəti idi, amma 11-nə qədər qan görüb. Bayaq dediyimiz kimi, çünki 10 günü keçmişdir, 4-dən 7-sinə qədər heyz öncədən gördüyü və sonradan gördüyünü istihazə hesab etməlidir. Bununla da vaxtımız sona yetdi. İnşallah sizinlə gələn dərslərdə görüşmək ümidi